Mənim idi oldu mənim. Çox yaxşı idi. Ümumiyyətlə, baxın, gəlin uşaqlar. Uşaqlar. Gəlin baxaq kadrlara. Bax, videomuz hazırdır. Şərh eləyərdin, Rafael? Aha. Bu döyüş Elnur'un döyüşüdür. Aha. Bəli, Elnur'un final döyüşüdür. Rəqib həqiqətən güclü rəqibidir, Mərakeş idmançısı. Aha. Və xal hesabı ilə Elnur idmançıya. Oy. Burada çox qəribədir. Mən bilmirdim Uşusanda da hər cür güləş kimi də, nə bilim, qaydasız döyüş, yox, qaydasız döyüşdə yerdə vurma var. Burada ancaq brasoklar da. Aha, burada brasoklar da var. Brasoklar da var. Çox belə hər tərəfli bir idmandır. Bu yaxşıdır. Aha. Burada həm əl, ayaq və güləş fəndlərindən istifadə edərək. Çəki nə qədər burada olmalı? Nə qədər yüngül olsan o qədər yaxşı, yoxsa? Çəki, yəqin ki, yüngül... Özümə görə soruşuram, ona görə deyirəm. Çəki dərəcələrdəndir, yəni 56, 60, 65 və 5-5 artaraq demək, çəkilər çoxalır. Rafael, ümumiyyətlə, deyim ki, bu idman növünə son illər artdı elə bir maraq, hə? Yoxsa həmişə olub? Yoxsa deyim ki, 90-cı illərdən başlayaraq var idi, amma çox az idi elə bir buna gəliş. Əvvəllər də yox, böyük auditoriya olub. Bəli, auditoriya böyük... Mən üzr istəyirəm, əvvəllər 90-cı illərdən düz 2001-ci ilə qədər bir federasiya, biz bu federasiya kimi 4 idmançı ilə təmsil olurduqsa, bugünkü gündə bu idmana prezidentimiz tərəfdən dəstəyə bilirsiniz, necə dəstək var. İndi 11 idmançı, 12 idmançı gedirik. Yəni idman nazirliyinin dəstəyi ilə biz çox idmançı, əvvəl 4 idmançı ilə təmsil olurduq, yəni çox maliyyə yox idi. Həm də çox tələbat da yox idi bu idmana. İndi 11 idmançı ilə gedirik. Və 11 idmançının içində çox böyük konkurensiya var. Yəni Azərbaycan çempionatında rəqabət çoxdur. Çoxdur, görürsünüz ki. Ona görə seçim olandan sonra gedirik bu idmançılara. Rafael, mən ümumiyyətlə, mən üçün maraqlıdır ki, Elnur, zəhmət olmasa siz durun ayağa. Elnurun boyun nə qədərdir, Elnur? 1.73. 1.73. Mənə gəldi ki, Elnur hamınızdan hündürdür. Bunun boya təsiri var. Məsəl üçün, analar, valideynlər maraqlanır. Niyə? Çünki bax, bir müddət mən balaca oğlumu istədim gimnastikaya qoyum. Bir müddət getdi, sonra mən maraqlandım ki, boya təsir göstərir gimnastika. Onu dedilər, bunu dedilər və nəhayət dayandıq ki, üzgüçlüyə qoyacağıq onu, üzsün. Bax, bu nə dərəcədə insanın bədən quruluşuna və yaxud da ki, boyuna təsir eləyir? Nə cür təsir eləyir? Mən bir şey deyim. Yəqin ki, boyu, bədəni verən Allah Taaladır. Amma yox, təsir eləyir idman. Karatenin özü də təsir eləyir boya. Təsir amili ola bilər. Ola bilər. Ancaq ki, əsas odur ki, canın sağlam olsun. Canın sağlam olsun, hə? Məsələn, mənim boyum 2 metrə yaxındır, amma görürsünüz, canım sağlamdır. Biraz da idmandan bir kənara çıxıb bayaq demək istəyirəm. Bayaq biz qıraqdan baxırdıq bu Qurban müəllimin danışığına, qulaq asdıq zəlzələyə aid. Dedi, təbiətin qanunudur. Valla bu Allahın qanunudur. Allahın qanunudur. Hər şey eləyən Allahdır. Görsünüz, bax. Mən istəyirəm, deməli, reklamlara çıxacaq. Uşaqlar, gəlin mənim yanımda dayanaq. Gəlin, reklamlara çıxaq. Mən sizə təşəkkür edirəm ki, siz varsınız, gəldiniz. Mən çempionum, axı bir alqışlayın da dostlarımla. Gəlin. Bu verilişin çempionu özüməm. Müəllimlərim də bax, bu uşaqlardır. Hamınızı sevirik və reklamlara keçirik. Verilişin baş sponsoru Beauty Palace. Verilişin sponsoru Rosco. Düzgün kalbasa. Sponsor Delta Son. Yuxunuz şirin olsun. Sponsor Bizim Ev Mebel Şəhəri. Yuxusuzluq sizə əzab verir? Çox düşünməyin. Delta Son qəbul edin və gözlərinizi yumun. Delta Son. Yuxunuz şirin olsun. Herkesin borcudur ev qurub, oğul böyütmək. Zəhmət çəkib, ağac əkmək, torpaq becərmək. Bundan da başqa şərəfli iş varsa əgər, başda düzgünlüyü tutub, birgə iş görmək. Düzgünlüklə birgə, ürəkdə varsa, layiqdir ona bu ad. Düzgün kalbasa. Rosco. Düzgün kalbasa. Dökülmeye meyilli kövrek saçlar? Yeter. Else Varcine'nin gücü. Arginin saçları möhkemlendirir ve dökülmenin karşısını alır. 3 kat möhkemlendirme. 1 saç kökünü gıdalandırır. 2 onu möhkemlendirir.
3 saçı ucuna kimi bərpa edir. İnqilabi innovasiya. L'Oreal Paris'dən Elsevarjinin gücü. Elsef məhsulları indi sərfəli qiymətlərlə. Siz buna layiqsiz. Sızanaq və civzələr qorxulu yuxuna çevrilib, oyan. Zinirit, sızanaq və civzələrin effektiv müalicəsi üçün dərman vasitəsidir. Zinirit, sızanaq və civzəsiz təmiz dəri. 3 bucaq. Sürpriz elə 3 bucaqdadır. 3 bucaq dizaynlı Samsung kondisioneri 1 saat ərzində daha çox havalandırır. Harada olsanız belə sərindir. 3 bucaqlı Samsung kondisioneri ən son soyutma dizaynı. Ana, paltar yanmaşın eylənib. Necə yəni? Oy, ora əsl bataqlıqdır. Yeni Kalgon X1-dən təqdim edirik. Jotsuda çirk və sabunlu ərb qalıqları hissələrə hoparaq xoşa gəlməz qoxuya yol açır. Kalgon X1-də maşının təmizliyinə kömək edir və onu ərbdən qoruyur. Hər yumada Kalgon əlavə edir. Nə bataqlıq var, nə ərb. Good morning. Good morning. Good morning. Hər səhərin gözəl olması üçün körpəyə lazım olan tək şey ana sevgisi və gecə boyu quruluq hissidir. Pampers Active Baby Dry indi yeni relyefli hopdurucu qatla nəmi içəridə daha yaxşı saxlayan özəyə malikdir. 12 saatədək quruluq hissi və xoş səhərlər üçün. Pampers, sev, oyna və rahat yat. Pampers bezlərini tək-tək alanların diqqətinə. Yeni, kiçik bağlamalardakı Pampers artıq mağazalarda. 12 saatədək Pampers quruluğu indi ən sərfəli qiymətə. Pampers. Bu nə vid fasondur? Yaman gündəyəm. Üstümə çəkirəm, xeyri yoxdur. Damcılatmaq lazımdır. Exadirildən istifadə et. Maye formula sayəsində Exadiril dərinə, göbələyin yaranma mənbəyinə nüfuz edir və onu məhv edir. Sağlam dırnaq tam çıxana dək müalicəni davam etdirmək lazımdır. Sağlam görsənirsən. Exadiril dərinə keçir, göbələyi məhv edir. Pomidor mayonezlə xoşuna gəlir. Əlbəttə. Mən isə mayonezlə pomidoru xoşlayıram. Səmimi oturduq, ləzzətli danışdıq. Slabada təbii qida. Mənim Fanta dadım çılğın attraksion kimidir. Mənim Fanta dadım yüksəklərə uçmağa bənzəyir. Mənim Fanta dadım isə Həmişə fərqli, amma həmişə də möhtəşəm. Bəs sənin üçün Fanta dadı nədir? Güclü və sağlam saçlar hər xanımın arzusudur. Ancaq gündən-günə saçlar keratin itirir. Ona görə də mən keratin əlavəli yeni Siyoz Keratin Hair Perfection tövsiyə edirəm. Keratini nöqtə-bə-nöqtə bərpa edir. 100% möhtəşəm saçlar. Salondan sonra olduğu kimi. Ən əsası Siyozu adi mağazadan almaq olar. Yeni Siyoz Keratin Hair Perfection stilistlərlə birgə hazırlanıb və sınanıb. Yenə ishal. Mən elə ilk dəfədən sonra tədbir görürəm. Imodium qəbul edin. Imodium ishal zamanı tövsiyə olunur və lazımlı maddələrin qorunmasına kömək edir. Imodium ishalı müalicə etmək lazımdır. Aktiv həyat tərzi dişlərimizi hər dəfə yeməkdən sonra fırçalamağa imkan vermir. Ona görə biz ağız yaxalayıcısı ilə Blendamid Complete Kit-ini yaratdıq. Onun xüsusi formulu diş macunu ilə ağız yaxalayıcısını özündə birləşdirir və ağızda hətta ən çətin təmizlənən hissələri də təmizləyir və qoruyur. Uzun sürən təravət hissi və tam müdafiə üçün ağız yaxalayıcısı ilə Blendamid Complete Kit-dir. Parlaq təbəssümünüzlə həyat üzünüzə həmişə açıqdır. Yaşadığım həyat ritmi ilə 4 həftəyə hər nə istəsəz ola bilər. Amma ayaqlarımın tamamilə hamar qalacağına hər zaman əminəm. Təbii ki, Veet Supreme Essence mum zolağı sayəsində. Veet Supreme Essence zolaqları tükləri kökündən təmizləyərək dərini 4 həftəyə qədər hamar saxlayır. Gözəlliyini hiss et. Yeməkdən sonra köp, qarnınızda ağrı hiss edirsinizsə, buna səbəb ferment çatışmazlığı ola bilər. Bu isə öz növbəsində həzmin pozulmasına aparır. Krion 10.000, həzm problemlərinin ekspert həlli. Tayt çirki adi yücü tozdan daha yaxşı və daha qənaətli çıxara biləcəkmi? Salam. Salam. Sizcə bu çirk çıxa bilərmi? Məncə çox çətin çıxar. Gəlin işi daha da çətinləşdirək. İndi bu çirk heç çıxmaz. Gəlin sizin adi yücü tozunuzu Tayt ilə müqayisə edək. Birinci adi yücü tozu Yaxşı təmizləməyib. Bəs Tayt? Heyrətamiz, ağappaqdır. Adi yucu tozla bir daha yuyas olacaqdım. Əlbəttə ki, tək yuma 2 yumadan daha qənaətlidir. Tayt, tək yumada üstün bəyazlıq. Yuxusuzluq sizə əzab verir? Çox düşünməyin. Deltason qəbul edin və gözlərinizi yumun.
Delta Son. Yuxunuz şirin olsun. Deməli belə zəlzələdən danışdıq, idmançıları çırpıb yola saldıq yaxşıca. Bəli. Və indi danışırıq güldən, çiçəkdən. Çiçəkdən demişkən, paltarım da hamısı çiçəklə doludur. Burada bir dayı əyləşib mənə deyir ki, kənd gözəlinə oxşayırsan, kənd xanımlarına oxşayırsan. Elə lazımdır, elə. Deməli belə, çiçəklərdən danışırıqsa, bura mütləq mütəxəssis çağırmalıyıq və gedək, zəngi basaq, qapını açaq. Səhər bala girdim, nə var bildi, nə də var. Hoş gəlmişsiniz. Ha, bax görürsünüz, hacı sizi həmişə gözəl bağban deyir, səhər bağa girdim. Bəyəm elə bağa səhər girirlər, axşam günorta girmək olmaz. Bağa həmişə girib orada oturmazlar. Vaxtsızdır, hə? Xahiş edirəm o mahnını deyək. Ən gözəl şeydir bağban. Bağda dincəlmək, bağda təmiz hava, ondan yaxşı şey var. Bu qardaş kimdir? Bu bizim mənimlə bir yerdə çalışırıq. Bu da mütəxəssisdir. Pamoşnikinizdir. Bəli, mənim köməkçimdir. Lap yaxşı, xoş gəlmişsiniz. İndi mikrofon verəcəm. Gəlin, əyləşək. Xoş gəlmişsiniz. Hə, əyləşin. Siz də burada əyləşin. Bax, ay bağban. Bax, bu nədir belə? Bu nə gözəllikdir? Bu nə rənglərdir belə? Adamın xoşu gəlir. Bunlar gəlsə yenilikdir, bu nədirsə. Bəli, biz deməli ilk dəfə olaraq Almaniyanın EMSA şirkəti ilə müqavilə bağlayıb, deməli ilk dəfə olaraq bu dipçəkləri Bakıya gətirmişik. Yalnız deməli Flora mağazinində bu dipçəklər satılır. 2 dənə mağazinimiz var. Başqa Flora mağazinləri də var. Amma ki, onlar bizə onların aidiyyəti yoxdur. Siz onda dəqiq ünvanı deyin ki, insanlar çaşmasınlar da gedəndə. Bu dipçəklərini indi danışacağım. Yadınızda saxlayın. Deməli, Tiflis prospekti 43-də yerləşir. Salyan kazarmasının yanında. Biri də Rəsul Rza küçəsi 7-də yerləşir, Malakan bağına yaxın, Fransız səfirinə yaxın. Telefon nömrələrini də bax, indidən yazın, axırda bir də deyərəm. Tiflis prospektindəki 510-90-19. Şəhərdə, deməli, Malakan bağının yanındakı Rəsul Rza küçəsindəki 493-82-74. Mobil 051-493-82-74. 74. Yəni eyni nömrədir, bir mobildir biri. Deməli bu yeniliklər. Məsələn, bax bunun yeniliyi nədir ki? Bax bu gözəl nədir bu belə? Mətənət xanım, əsasən bax indi bu saat hamısı çoxlarının bağları var. Elə olsun, Allah eləsin, hamının olsun. Bağlarda, yəni həyət evlərində, bunu məsəl üçün bayırda asılmaq üçün yerləri də var. Bu dipçək elədir ki, deməli, bunun içinə həm dipçək gülü əkib qoymaqda olur, ya da ki yerləri var, burada dəliklər açıb, sıraz burada əkmək də olur. Yəni ki, bu dipçəklər onun üçün də divara asılmaq üçündür. Ümumiyyətlə, hacı, ümumiyyətlə, bax bu qabların materialı bitkinin inkişafına təsir edir? Heç bir təsiri yoxdur. Deməli, əgər hansısa bir müəssisə nədənsə, hansı bir materialdansa deməli, emal edir, dipçəyi düzəldir. Deməli, onun tərkibində elə bir şey yoxdur ki, o bitkiyə zərər versin. Bax, bu quş yuvasını anlamadım. Məsəl üçün, indi uşaqlar görürsən evdə ya istilə düzəlsin, əllərini əzməmək üçün, mıxı əllərinə batırmamaq üçün mismarı. Mıx dediniz, yadıma düşdü o verilişimizə Röya ilə Rəhim gəlmişdi. Yazıq Röya bir tər elə hacı ilə köməkləşdi. Çox qəşəngdir, gözəldir. Bunu deməli, mənzillərin qabağında qarşısında. Özdə sizə deyim ki, quşları yaman tez cəlb eləyir. Quşlar cəlb eləyir, quşlar da... Sərçələr də, burada sərçədə... Sərçə girməz ora. Nə üçün başqa, məsəl üçün, quşlar çox tez cəlb eləyir. Gərək o quşlar diyetaya otursun ki, bu dəlikdən keçsin, ayacı. Yox, siz fikrinizə gətirin ki, onlar lazım olanda elə deşiklərdən keçirlər ki, elə dəliklərdən keçirlər. Nə bilim, nə deyim ki, keçsinlər də. Bəs bunlar nədir belə? Ondan sonra, deməli, bizə gəlir, o dipçəyi götürəyimin.
Bax bu dipçəklərdən cürbəcürü var. 50 santlıq. Bunun cürbəcür rəngləri var. Qırmızı, sarı, açıq yaşıl, ağ rəngdə. Bu dipçəklər 50 santimetrlikdir. Bundan 75 santlıq da var. Yəni yerdə də qoymaq üçün yerə qoyub, bayırda, bağda, bağçada, balkonlarda yerdə qoyub saxlamaq, içinə gül əkmək olar. Yəqin ki, bura əsasən bir illik güllər əkilir, çiçəkli güllər ki, hansı ki, ta sentyabr, oktyabrın axırınacan həmin güllər deməli çiçəkləyir. Hal-hazırda bizim mağazalarda ştillər var, yəni bu dipçəklər var, gələrlər, alsınlar, əkək, hazır əkək verək olar. Bax, yaydır, günəş daha çox özün belə istiliyini hər yerə saçır, amma mənə elə gəlir ki, o günəşin o şüaları bitkilərə çox ziyandır. Necə qoruyaq? Baxır hansı? Məsəl üçün elə bitkilər var ki, güllü bitkilər tam günün altında dözür. Amma bir amması var burada. Deməli, yayda bitkilər istəyir bayırda, istəyir evdə, axşamlar sulayarlar. 40 dərəcəyə də dözür hətta. Bəli, bəli. Onun heç bir şey, heç bir ziyanı yoxdur. Axşamlar sulayır. Bəlkə tamaşaçılardan kiminsə sualı var? Var? Bitkilərlə maraqlanan. Yoxdur, hə? Bitkilərlə maraqlanan. Ondan sonra adicə olaraq və bunlar ayrı satılır. Bax, həmin bu bir yaxından qoy göstərsinlər. Fikir verirsiniz, birini uzun bağlamışıq, birini balaca. Niyə? Yəni məcər, deməli balkonlarda ki, bu hara ki bağlanır, eləsi var enlidir, eləsi var ensizdir. Həmin bunu açıb, yəni ki, ikisini də eyni məsafədə etmək olar. Yəni hər bir razmerə gedir. Çox gözəl düzəldiblər. Özdə bir şey də var burada, bir ona da o diqqət çatdırım. Fikir verirsiniz ki, burada ağ deməli ondan bərkidilib bura. Yəni ki, qabaqçı dipçəklər belə idi ki, qoyurdular elə belə, külək onu ata bilərdi. Ancaq başındakı küləklərini hamı yaxşı bilir. Aha, bu çox möhkəm bərkidilir. Bəs bu nədir, hacı? Bu nədir? Bu nə gözəllikdir belə? Bu, deməli, kasa adı bunun kasadır. Bu dipçəkləri kasa. Kasa, hə? Koşu. Bu təmzinlənir, fikir verin. Bax, burada həmin nəyə görə rahatdır? Altında çaxları var. Altında çaxları var. Sürmək olar hətta bunu belə. Hara istəyirsiniz, gedir. Ondan sonra içində dəlik yoxdur. Fikir verirsiniz. Bütün dipçəklərimizdə bilirik ki, altında dəlik yox ki, su oradan işləsin. Burada dəlik yoxdur. Deməli, su qalır, göstərəmiz. Su qalır, həmin, deməli, bunu deməli, bax, bunu ki, biz alta qoyuruq. Bax, bu ikisinin arasında qalır. İndi fikir verin ki... Suyu bunlara tökür. Stakan kimi bir şey. Deməli, həmin su ki tökülür buradan indi bir saat quraşdırsın. Operator yaxşı göstərsin bunu ki evdə oturan insanlar da yaxşı-yaxşı baxsınlar. İndi deməli, indi saxla belə. Su ki töküldü, su qalır bunun altında burada. Ondan sonra həmin bu, fikir verirsiniz, bu elə bir parçadır ki, belə bir parçadır ki, suyu çəkir və yuxarı özü təmzimləyərək verir. O vaxt əskərlər geyinirdi, şinelin elə bir şey, kesiyə oxşayan bir şeydir. Özdəki deməli, həmin bu suyu ki buradan tökürlər, buradan, deməli, həmin bu su deməli, bura satan kimi həmin bu qırmızı qalxır yuxarı. Və ondan bilirik ki, altında su var. O ki, bizdən gəlib ki, bunu alanda, burada bitkinə əkəndə dəqiq məlumat veriləcək. Əvvəlcə necə sulanmaq, sonra necə sulanmaq. İndi burada dediniz ki, suyu tökdük ora. Yəni o tökülən suyun bitki hamısını qəbul edir, yoxsa? Xeyr, deməli, elə ki, su töküldü. Bu, həmin keçələr vasitəsilə su vurur yuxarı. Sonra su yavaş-yavaş qutarır. Özü vaxtında nəmləndirir onu. Bir dənə burada xüsusiyyət var ki, su qutaran kimi biz bitkiyə bir balaca, deməli, gözləyirik ki, o dincəlsin. Yəni ki, insan canlı suyu içən kimi biraz keçir, sonra məsəl üçün biraz çay içir, 2 saat, 3 saat dincəlir. Bitki də elədir. Bu dipçəyi də hələ düzəldiblər, bitki də. Deməli, su aşağı qutaran kimi ona dinclik verir. 3 gün, 5 gün, 10 gün baxır bitkinin xasiyyətinə. Bitki var, insanlar da var. Çox su içən var, az su içən var. Hacı, bütün bitki növlərini əkmək olar burada, yoxsa xüsusi elə hamısını əkmək olar. Bəs bu nədir? Burada bizdə var bu çiçəkləri sulamaq üçün qabdır. Çox gözəl də fikir verirsiniz. Bu da yenə EMSA şirkətinindir, Almaniyanındır. Bu da çox qəşəngdir. Həm də çox insan işlətməyə də çox rahatdır. Gözəl rəngi də var. İndi belə bir, deməli, dipçək də var. Fikir verirsiniz burada. Deməli, biz burada bunun içində də yenə həmin o, görürsünüz, fitil kimi bir... Fitil, lampalarda olur, belə bir fitil. Əşkilər var burada. Deməli, burada necə eləyirik? Bitki, deməli, əşkilərindən sonra qoyulur bura və altdan həmin bu girir torpağa.
Bu girir torpağa. Torpaqda olmalıdır. Bəli, o girir torpağa, qoyulur ora. İndi bunun da sulanma Termos qaydası kimi bir şeydir. Ebi yoxdur, ebi yoxdur. Vaxtımız Onun daralır. deməli sulanma qaydası indi Aha, özünüz su görürsünüz, tökün. tərsinə qoymusunuz deyəsən. Bir dəqiqə. Suyu hara suyu içəridə Suyu yox, yoxsa bura tökürsünüz. Ora biz suyu tökdükcə həmin orada gül var, gül qalxıcı. O gül qalxanacan gərək tökülsün. Biraz da tök. Hə, qalxdı. Aha. Aha. Fikir verirsiniz. İndi qoy göstərsinlər bunu. Artıq o qalxan kimi bilirik ki, demək, bunun altında su var. Həmin o fitillə su çəkib verəcək torpağa və gül də inkişaf edəcək. Bunun bir dənə o işi yaxşıdır ki, bizim cəmaət elə bilir ki, mən suyu verəcəyəm, gül yaxşı olacaq. Yox, ona görə bir şey də deyil. bunu fikirləşiblər alimlər ki, o qədər də su içilməsin. Düzdür. Təşəkkür edirəm sizə. Çox məlumat istəyərdim almaq, amma təəssüflər olsun ki, xəbərlərimizin vaxtıdır. Dünyada nə baş verir? Gəlin ondan da bir agah olaq. Xəbərlərə baxaq. Məni yarımdan soruşda final həyəcanı. Final oyununa başlayırıq. Cütlüklərin sınaq meydanı, həyəcan dolu anlar. Gəldlik və şansın mübarizəsində hansı cütlük qalib gələcək? Verəm onu heç kimə. Məni yarımdan soruş. Bu axşam ATV xəbərdən dərhal sonra. Baş sponsor Avto Azərbaycan. Sponsorlar Ağdağ Natural Gips Suvağı, Kral Halal Kalbasaları, Nərgiz Klinikası, Lady Charm, Farfır Galeri, Powerful. Məşhur qanuni oğrunun yeganə övladı aktyor Rəhman Rəhmanov atasının ağlını itirməsindən danışdı. Toy gecəsi atamla beyni çürüdü. Bir oğlunu itirən, o biri ruhi xəstə olan, digərinin adı isə həbsxana və narkotika qalmaqallarına qarışan ata fəryad etdi. Səhərə yaxın bir də gördüm bir zəng gəldi, ürəyim düşdü. 2 dəfə evlənən aktyorun xanımları rəfiqə imişlər. Mən sizə bir şey də qınayıram ki, 16 yaşında övladı olan ata ailə həyatı qurdu. Bütün sirlər düz üzünə açılacaq. Sizin həyatınız gülər üzünüz qədər deyil. Sabah saat 21:30-da. Salam, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bugünə aldığımız hava məlumatını diqqətinizə çatdırıram. İlk olaraq başlayaq Naxçıvan Muxtar Respublikasından Ordubad, Culfa, Naxçıvan, Şahbuzov şəhərində havanın temperaturu gündüz saatlarında müsbət 29, müsbət 31, gecə isə müsbət 13, müsbət 16 dərəcə olacaq. Əsasən yağmursava müşahidə olunacaq. Yuxarı Qarabağ bölgəsində Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəydə havanın temperaturu gündüz saatlarında müsbət 21, müsbət 28, gecə müsbət 8, müsbət 14 dərəcə olacaq. Əsasən yağmursava gözlənilir. Qərb bölgəsində əsasən yağmursava şəraiti gözlənilir. Qazax, Tovuz, Şəmkir, Göygöl, Göranboy, Ağdam, Füzuli, Cəbrayıl bölgəsinin hava durumuna gəlincə, burada havanın temperaturu gündüz saatlarında müsbət 28, müsbət 33, gecə isə müsbət 15, müsbət 20 dərəcə olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Quba, Xaçmaz, Qusar, Şabran, Xızı, Şamaxı bölgələrində temperatur gündüz müsbət 26, müsbət 33, gecə isə müsbət 13, müsbət 20 dərəcə olacaq. Mərkəzi Aran bölgəsində əsasən yağmursava gözlənilir. Mingəçevir, Biləsuvar, Ağdaş, Sabirabad, Göyçay, Şirvan, Yevlax, Salyan, İmişli, Ağcabədi, Kürdəmir. Bu ərazilərimizdə hərarət gündüz müsbət 33, müsbət 35, gecə isə müsbət 21, müsbət 22 dərəcə olacaq. Cənub bölgəmiz olan Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıda havanın temperaturu gündüz saatlarında müsbət 25, müsbət 32, gecə müsbət 14, müsbət 17 dərəcə olacaq. Əsasən yağmursava hökm sürəcək. Gəncədə əsasən yağmursava gözlənilir. Qərb külək əsəcək havanın temperaturu gündüz müsbət 31, gecə isə müsbət 20 dərəcə olacaq.
Bakı və Abşeron yamacının havasına gəlincə Sumqayıtda əsasən yağmurlu hava gözlənir. Havanın temperaturu gündüz müsbət 32, gecə isə müsbət 21 dərəcə olacaq. Paytaxtımızda isə buludlu hava müşahidə olunacaq. Əsasən yağmurlu hava gözlənir. Cənub küləyi şimal küləyi ilə əvəz olunacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq. Bakıda havanın temperaturu isə gündüz müsbət 33, gecə isə müsbət 22 dərəcə olacaq. Belə hava haqqında məlumat aldınız. Sağ olun, salamat qalın. Bizdən dərhal sonra isə ATV Xəbərin 14 buraxılışına baxmağı unutmayın. Hələlik. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Hər vaxtınız xeyir olsun. ATV Xəbərin saat 14 buraxılışını izləyirsiniz. Studiyada Samira Mustafayeva da əvvəlcə gəlin anonslara nəzər yetirək. Düşmən işğal etdiyi Azərbaycan ərazilərində yanğın törətməyə davam edir. Daşnaqlar Ağdamın işğal altında olan Başqərvənd kəndinin sahələrinə od vurub. Ukraynanın şərqində qanlı hadisələrə son qoyulmalıdır. Yeni prezident Pyotr Poroshenko separatçılara həftə sonuna qədər vaxt verdi. Pakistanda Karachi şəhərində hava limanına hücum edən silahlı şəxslər bir neçə təyyarəyə də od vurdu. İndi isə bu və digər xəbərlər barədə daha ətraflı. Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərində ötən gün törətdiyi yanğınlar gecə saatlarında da müşahidə olunub. ATV-nin Qarabağ bürosundan verilən xəbərə görə erməni hərbiçiləri iyunun 7-sində günün ikinci yarısından etibarən Ağdamın işğal altında olan Başqərvənd kəndinin sahələrinə od vurublar və gecəyə doğru yanğın neytral əraziyə yayılaraq işğal olunan Şıxlar kəndinin ərazisinə qədər genişlənib. Alovun təmas xəttini keçməsi, cəbhəyanı yaşayış məntəqələrinə zərər vurması faktı qeydə alınmayıb, amma verilən xəbərə görə cəbhəyanı ərazilərdə biçilməmiş arpa və buğda zəmiləri var. Elə buna görə də düşmənin törətdiyi yanğının təmas xəttini keçərək cəbhəyanı ərazilərə yayılması ehtimalı hazırda böyükdür. Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyid Əhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Tərtərin, Çiləbürd kəndləri yaxınlığında və atsız yüksəklərdə yerləşən mövqelərdən silahlı qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşlə susturulub. İtki barədə məlumat yoxdur. Və elə bu arada ATƏT-in fəaliyyəti olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinqin keçirməsi planlanır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyəti olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi izləyəcək. Göygöldə güclü külək bir sıra fəsadlar törədib. Burulğanla müşahidə olunan külək rayonun Hacı Məleyli kəndi ərazisində bir neçə tikiliyə ciddi ziyan vurub. Külək kəndin orta məktəbi, uşaq bağçası, poçt binasının dam örtüklərini tamamilə yararsız hala salıb. Sakinlərin dediyinə görə indiyə qədər kənddə belə güclü külək müşahidə olunmamışdı. Göygöl rayon icra hakimiyyəti başçısının müavini Rauf Nəsirovun dediyinə görə qasırğa tikillərə təxminən 30 min manat məbləğində ziyan vurub. Kənddə olan digər tikillərə ziyan dəyməsə də yalnız bir nəfərə məxsus tövlənin dam örtüyü yararsız hala düşüb. Hazırda qasırğanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Güclü külək Zərdabda da bir sıra fəsadlar törədib. Külək rayonun İsaqbağı, Böyük Dəkkə, Qaravəlli və digər kəndlərində yaşayış və yardımçı binaların dam örtüyünü uçurub. Fərdi təsərrüfatlara ziyan dəyib. ATV xəbəri izləyirsiniz. Pakistanın Karachi şəhərində hava limanına silahlı şəxslər hücum eləyib. Təhlükəsizlik əməkdaşlarına atəş açan silahlılar hava limanında bir neçə təyyarəyə də od vurub. Atışma zamanı 5-i polis olmaqla 22 nəfər həyatını itirib. Pakistanın Karachi şəhərində Cinnah Beynəlxalq Hava Limanına silahlı hücum həyata keçirilib.
Polis geyimində olan 10-a qədər silahlı şəxs müxtəlif silahlarla aeroport ərazisinə soxularaq təhlükəsizlik əməkdaşlarına atəş açıb. Terrorçular həm VIP zalından, həm də yük yerindən qəfil hücum eləyərək təhlükəsizlik əməkdaşlarını gülləbaran eləyib. Şiddətli atışmada ölənlərin sayı barədə müxtəlif rəqəmlər açıqlanır. Bəzi mənbələrə görə 6 saata qədər davam edən döyüşlərdə 22 nəfər həlak olub. Digər mənbələr isə 15 nəfərin öldüyünü bildirir. Ölənlərdən 5-i polis əməkdaşlarıdır. Silahlılar aeroportdakı təyyarələrdən bir neçəsini yandıraraq ətrafı alova bürüyüblər. Əraziyə ciddi ziyan dəyib. Pakistan polisinin məlumatına görə terrorçular partlayıcı, qumbara atan və pulemyotlarla silahlanıb. Döyüşlər başa çatandan sonra ərazidən xeyli sayda silah-sursat aşkarlanıb. Hələlik hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Hazırda hava limanı ərazisi Pakistan polisinin nəzarətindədir. Bəxtiyar Fətullayev, ATV Xəbər. Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroshenko ölkənin şərqində qanlı hadisələrə son qoymağı tələb eləyir. Sözü gedən bölgədə sülh və sabitliyin bərpası məqsədi ilə hazırlanan sülh planının reallaşdırılması üçün təşkil olunan 3 tərəfli qrupun toplantısında Poroshenko deyir ki, biz bu həftə atəşə son qoymalıyıq. Poroshenko insanların ölümünün onun üçün ağrılı olduğunu dilə gətirib. Siyasi simpatiyasından asılı olmayaraq Donbasda yaşayan Ukrayna vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əvvəlcə dövlət sərhədləri üzərində işi bərpa etmək lazımdır. Statın sonu. Poroshenko onu da əlavə edib ki, tərəflər Normandiyada Almaniya kansleri Angela Merkel, Fransa prezidenti François Hollande və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında əldə olunan razılaşma üzərində işləməlidir. Cəlilabadda zəhərlənmə hadisəsi qeydə alınıb. Rayonun Babaxanlı kəndində baş verən hadisə zamanı 45 yaşlı Əli Sahib Qafarov öz həyat yoldaşını zəhərləyib. Belə ki, Qafarov övladlarının gözü qarşısında həyat yoldaşı Fəxmirə Əliyevanı öncə döyüb, daha sonra isə onu siçovulların zərərsizləşdirməsi üçün nəzərdə tutulan dərman içməyə məcbur eləyib. Dərhal xəstəxanaya çatdırılan Fəxmirənin həyatını xilas etmək mümkün olub, amma hazırda vəziyyəti orta ağır dəyərləndirilir. Hadisəyə isə Əli Sahib Qafarovun yenidən evlənmək istəməsi səbəb olub. Qeyd eləyək ki, zərər çəkən Fəxmirə Əliyevanın ona qəsd etməyə çalışan həyat yoldaşının 6 övladı var. Hazırda faktla bağlı araşdırma aparılır. Biləsuvardan Lənkərana istirahətə gedən ailə geri qayıdan zaman yol qəzasına düşüb. Qəza zamanı ana və uşaq, az yaşlı uşaq daha doğrusu ağır xəsarətlər alıb. Şəkidə də ağır yol qəzası qeydə alınıb və burada qəza yerindəcə 2 nəfərin həyatına son qoyub. Şirvanda isə ehtiyatsızlıq az yaşlı piyadanın ölümü ilə nəticələnib. Şəkidə baş verən ağır yol qəzasında 2 nəfər həyatını itirib. Hadisə Yevlax-Zaqatala Gürcüstan magistral yolunun 35-ci kilometrliyində Şəkinin Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 31 yaşlı Ruslan Osmanov Volkswagen markalı avtomobilin sükanı arxasında qəfil idarə etməni itirib.